Salam dostlar, mən Arif Sultanov, Mənimlə Öyrən kanalından sizi salamlayıram. Dostlar, bugündən biz Cinema 4D proqramını öyrənməyə başlayırıq. Cinema 4D proqramı 3D proqramlar içində kifayət qədər tanınmış və özünü doğrultmuş bir proqramdır. Cinema 4D proqramı film sahəsində, reklam sektorlarında, motion qrafikdə, animasiyalarda, interyer-eksteryer dizaynında özünü doğrultmuşdur. Məsələn, mən özüm 3D proqramlardan 3D Max-ı da bilirəm, Cinema 4D-ni də bilirəm, Blender-i də bilirəm. Amma rahatçılığına, proqramın sürətli və interfeysin sadə olmağına görə işlərimdə əsasən Cinema 4D-dən istifadə edirəm. Məsələn, Xocalı üçün hazırladığım videodakı animasiyanı mən Cinema 4D ilə hazırlamışdım. Gəlin istəyirsiniz ondan bəzi hissələrə baxaq. Baxın dostlar, burada əlimdəki kibrit bu hissələrdə real kibritdir. Buradan o tərəfə isə Cinema 4D-də modelləmişəm kibriti. Ümumiyyətlə bu səhnədə nə varsa hamısı Cinema 4D-də hazırlanıb. Məsələn, buradakı səhnələri də mən Cinema 4D-də hazırlamışam. Dediyim kimi dostlar, 3D proqramların içində mənim üçün ən rahatı interfeysinin sadə olmağı ilə, özünün sürətli işləməyi ilə seçiləni Cinema 4D-dir. Məsələn, bu gördüyünüz səhnələrin hamısı Cinema 4D-də hazırlanıb. Bu hissədə isə həmən səhnədəki personajların sürətli formada həmən modellərin necə hazırlamağını göstərirəm. Dostlar, gəlin indi başlayaq proqramımıza. Cinema 4D-yə girəndə bizi belə bir interfeys qarşılayır. Burada yuxarıda bütün proqramlarda olduğu kimi menyulardır. Hər menyunun içində də onun özəllikləri var. Məsələn, burada renderin içində renderlə bağlı özəlliklər var. Həmçinin tracker hissədə trackinglə bağlı özəlliklər gəlir. Simulyasiyada da həmçinin. Bunların hər birini ətraflı formada keçəcəyik dostlar. Dostlar, daha sonra onun altında Cinema 4D-də ən çox istifadə elədiyimiz alətlər düzülüb. Məsələn, burada işığı seçsək, işıqla bağlı olan alətlər bunun içərisində yerləşir. Kameranı seçsək, kamera ilə bağlı alətlər bunun içərisində yerləşir. Daha sonra Subdivision surface-in içində baxın dostlar, alətlər yerləşir. Bunların hər biri Cinema 4D-də ən çox işlənən alətlərdir və ona görə yuxarıda əlimizin altında yerləşdirilib. Daha sonra dostlar, bu sol hissədə yerləşən toollar əsasən modellənmədə işlədəcəyimiz alətlərdir. Məsələn, səhnəyə hər hansısa bir obyekt əlavə eləsək, burada onun məsələn editable eləyib, poligonları ilə, vertexləri ilə bunların hamısını keçəcəyik dostlar. Yəni bunların köməkliyi ilə modelləyəcəyik. Daha sonra dostlar, aşağıda timeline bölməsi gəlir. Burada biz animasiyamızı hərəkət etdirə bilərik, keyfremlər verə bilərik, hansı saniyədə harda olacağını təyin eləyə bilərik. Onun aşağısında material hissəsi yerləşir. Burada biz rənglər, materiallar hazırlayıb düzəldəcəyimiz modelin üzərinə əlavə edə bilərik. Məsələn, 2 dəfə üzərinə vurmaqla material əlavə etdik bura. Materialımıza hər hansısa bir rəng veririk, məsələn, qırmızı. Qırmızını gətirib atırıq və modelimiz rənglənir. Dostlar, bunları tam ətraflı formada mən izah eləyəcəm hamısını. İndi sadəcə interfeyslə tanış oluruq. Dostlar, daha sonra burada koordinat bölməsi gəlir. Bura əlavə elədiyimiz obyekti biz hərəkət etdirəndə, yerin dəyişəndə burada onun koordinatlarını göstərir. Məsələn, X oxunda bu koordinatdadır, Z oxunda isə bu koordinatdadır. Biz obyektimizi hərəkət etdirdikcə onun koordinatları dəyişir. Dostlar, daha sonra burada atribut pəncərəsi gəlir. Biz bura əlavə elədiyimiz hər hansısa bir obyekti seçəndə onunla bağlı özəlliklər burada çıxır. Məsələn, bura əlavə elədiyimiz bu kubun X hündürlüyü 200 sm, Y hündürlüyü 200 sm, Z hündürlüyü isə 322 sm-dır. Həmçinin burada onun segmentlərini artırıb azalda bilərik. Yenə dediyim kimi bunları ətraflı formada keçəcəyik dostlar. Burada isə obyekt bölməsi gəlir. Bura əlavə elədiyimiz obyektlər hamısı bura düşür. Baxın, məsələn, bura bir dənə konus əlavə eləsəm, konus gəldi, düşdü bura. Bunu Photoshopdakı, After Effects-dəki layer'lar kimi təsəvvür eləyə bilərsiniz. Dostlar, bu hissədə isə layoutlarımız gəlir.
Bunları bir tema kimi təsəvvür edin. Cinema 4D bizim işlərimizi asanlaşdırmaq üçün burada belə layoutlar hazırlayır. Məsələn, mən animasiya hazırlayacağamsa, burada birbaşa animasiyanı seçirəm və animasiyaya uyğun alətlər məni qarşılayır. Baxın dostlar, burada animasiya üçün lazım olan timeline bölməsi daha geniş formadadır. Daha sonra burada body paint layoutu, yəni teması var. Bunun köməyi ilə mən səhnədə hazırladığım bir modelə rəng verəndən sonra rəngin üzərində əlavələrimi edə bilərəm. Məsələn, belə deyim də, bunun hər hansısa bir hissəsini tekstura və yaxud bir şəkil verə bilərəm. Bunları əsasən biz body paint layoutu ilə edirik. Daha sonra dostlar model layoutu gəlir, teması. Burada dostlar, əgər biz modelləmə ilə məşğul olacaqsa, yəni yalnız modelləyəcəksə, modelləmə üçün lazım olan alətləri burada bizə əlimizin altına yerləşdirir. Məsələn, modeli seçirəm, editable eləyirəm. Baxın dostlar, burada modelləmə üçün lazım olan bütün alətləri yerləşdirir. Dostlar, daha sonra motion tracker gəlir. Əgər mənim əlimdə bir video varsa və mən həmin videoya hər hansısa bir modeli yerləşdirmək istəyirəm səhnəmizə, bunu biz motion tracker ilə edəcəyik. Bunların da dərsini ətraflı formada keçəcəm. Dostlar, daha sonra gəlir rigging layoutu. Bunun köməyi ilə biz modellədiyimiz hər hansısa bir insana və yaxud da heyvana hərəkət verə bilərik. Baxın dostlar, məsələn, deyək ki, belə bir modelimiz var. Biz bunu hərəkət etdirmək üçün əvvəlcə bunun bədəninin skeletini hazırlamalıyıq. Yəni burada sümüklərlə bunun qollarını, ayaqlarını bitişdirməliyik. Riggingdə sümük sistemi ilə biz bunları çəkib hərəkətlərimizi verəcəyik. Dostlar, daha sonra sculpt teması gəlir. Burada biz məsələn, bura bir dənə kürə əlavə edim. Buradan segmentlərini biraz artırım, tam kürə formasında olsun. Baxın dostlar, sculptun köməyi ilə biz əlimizdə olan bir obyektə müxtəlif dəyişikliklər edə bilərik. Bu əsasən heykəltaraşların istifadə elədiyi bir layoutdur. Məsələn, yəqin ki, bir çoxlarınız ZBrush proqramını bilərsiniz. Orada, yəni ZBrushda necə istifadə olunursa, burada da həmçinin o qaydada eyni şeyləri etmək olur. Baxın dostlar, məsələn, belə qabarıqlar verə bilərəm. Belə dostlar, yəni bunları da ətraflı öyrənəcəyik. İndi sadəcə elə belə göstərirəm sizə. Yəni belə deyim də, bunun ZBrushdan heç bir fərqi yoxdur. ZBrushda edəcəklərimizin hamısını burada sculpt layoutunda da edə bilərsiniz. Dostlar, daha sonra gəlir standart layoutu, yəni proqramı ilk dəfə açanda bu formada açılır. Ondan sonra startup standartla demək olar ki, eynidir. Dostlar, dediyim kimi bu layoutlar, yəni temalar bizim işimizi asanlaşdırmaq üçündür. Dostlar, bu layoutlardan əlavə biz özümüz də özümüzə uyğun bir tema düzəldə bilərik. Məsələn, burada hər hansısa bir atribut panelini deyək ki, bizə lazım deyil. Bunu bu xəttlərin üzərində basıb close manager eləməklə bağlaya bilərik. Həmçinin bu layer'ı burada üzərinə basırıq, close manager eləyirik və yaxud da unlock eləyib istənilən bir tərəfə gətirib yerləşdirə bilərik. Məsələn, oradan gətirdim. Deyək ki, bu hissəyə əlavə eləyirəm. Baxın dostlar, gəldi, düşdü bu hissəyə. Daha sonra buradan material bölməsini ləğv eləmək istəyirəm. Gəlirəm bu xəttlərin üzərinə, close manager eləyirəm və material yoxa çıxır. Ondan sonra bu koordinat hissəsində deyək ki, ləğv eləmək istəyirəm. Xəttlərin üstünə gəlirəm. Close manager eləsəm, bağlayıram, unlock eləsəm, yerini dəyişib başqa bir yerə əlavə edə bilirəm. Məsələn, bu xəttlərdən tutub gətirib bu hissəyə ata bilirəm. Və yaxud da yenə üzərinə vururam, close manager eləyərək bağlayıram. Dostlar, biz əgər interfeysimizin bu formada qalmağını istəyiriksə, yəni deyək ki, bizə həmişə belə lazım olacaq. Bu zaman gəlirik Windowsa, Customization seçib, Save as Startup Layout seçirik. Bu zaman dostlar, biz proqramımızı bağlayıb açanda hər dəfə bu formada açılacaq. Baxın, burada timeline və material bölmələri yoxdur. Burada isə atribut pəncərəsi yoxdur. Gəlin də proqramımızı bağlayaq və açaq.
Baxın dostlar, indi proqramımız hər dəfə bu formada açılacaq. Standarta qayıdıram. Proqramımızın öz forması bu formadadır. Bizim etdiyimiz dəyişikliklər isə Startup User-in içindədir. Bunu seçsək, bayaq hazırladığımız formaya gələcək. Dostlar, bayaq yox elədiyimiz pəncərələrimizi biz Windows-dan qaytara bilərik. Məsələn, biz Material Meneceri yığışdırmışdıq. Üzərinə vurmaqla onu geri qaytara bilərik. Buradan tutub istənilən bir yerə əlavə edə bilərik. Daha sonra koordinat meneceri yığışdırmışdıq. Onu da yenə buradan üzərinə vurub bu xəttlərdən tutub istənilən bir yerə əlavə edə bilərik. Dostlar, bir də bir şey deyim. Siz əgər həddindən artıq çox yer dəyişmələri etmişsinizsə və heç cürə geri qaytara bilmirsinizsə, məsələn, bunları bu formaya gətirmişsiniz, düzəldə bilmirsiniz. Əvvəlki vəziyyətinə qaytara bilmirsiniz. Bunun üçün dostlar, gəlirik Editə. Daha sonra Preferences seçib buradan aşağıdan Open Preferences Folder seçirik. Buradan gəlirik Roaming'in içərisinə və Maxon papkasını silirik. Delete bastım və sildim. Yenidən gəlirik Cinema 4D proqramımızın içərisinə və proqramımızı bağlayırıq. Təzədən proqramımızı açırıq. Baxın dostlar, indi bizim proqramımız ilk yüklədiyimiz formaya qayıtdı. Yəni proqramımız sıfırlandı. Dostlar, burada Cinema 4D bizə ən çox lazım olan toolların hamısını yerləşdirib, amma deyək ki, biz bura öz əlavələrimizi eləmək istəyirik. Gəlin də baxaq görək, bunu necə edirik. Əvvəlcə burada yeni bir palet yaradırıq. Baxın dostlar, bunlar palet sayılır. Məsələn, bunların yerləşdiyi yer palet sayılır. Bunun üçün ilk növbədə bir palet yaradırıq. Gəlirik Windows-a, Customization seçib, New Palet seçirik. Daha sonra bu paletimizi hər hansısa bir yerə əlavə edirik. Baxın dostlar, məsələn, mən bura yerləşdirmək istəyirəm. Burada bizim paletimiz düşdü bu hissəyə. İndi bura ən çox işlədəcəyimiz alətləri yerləşdirə bilərik. Məsələn, mənim ən çox işlədəcəyim alətlərdən biri Mesh, Axis, Center, Axis 2-dur. Bunu necə əlavə edirik? Gəlirik dostlar bura. Baxın, burada loop işarəsi var. Burada həmən alətin adını yazırıq. Məsələn, yazıram Center to Axis. Baxın, gəldi bura. Bunun üzərindən tutub gətirib bu paletin içərisinə atıram. Baxın, düşdü bura. Və yaxud da dostlar, mənim modelim belə uzaqdadır. Mən hər dəfə bunun yaxınlaşmaq üçün o tərəfə getmək istəmirəm. İstəyirəm ki, bu formada vurum üzərinə gəlsin. Bunu asanlaşdırmaq üçün, yəni bura gəlib bura seçməmək üçün bunun özünü bura əlavə edə bilərəm. Məsələn, yazıram bura Frame All. Baxın, çıxdı. Bunu tutub gətirib bu paletin içərisinə atıram. Və bizim paletimiz hazırdır. Yəni bura istənilən qədər lazımlı alətləri yığa bilərik. Dostlar, şərt deyir ki, siz də bu alətləri bura yerləşdirəsiniz. Mən bunu sizə göstərmək üçün etdim. Bunu hazırlayandan sonra bu layoutumuzu save eləmək üçün, yəni hər dəfə bağlayıb açılanda bunun hazır bura gəlməsini istəyiriksə, gəlirik Windows-a, Customization seçib, Save as Startup Layout seçirik. Bundan sonra dostlar, hər dəfə proqramı açıb bağlayanda bu toollar burada olacaq. Dostlar, tutaq ki, sizin evdəki kompüterinizdə özünüzə məxsus bir layoutunuz var, yəni yer dəyişmələri eləmisiniz, lazımı toolları bura yerləşdirmisiniz və bunu aparıb işdəki kompüterə də bu formada atmaq istəyirsiniz. Yəni yenidən gedib orada yer dəyişmələr etmək istəmirsinizsə, bu zaman bu layoutunuzu eksport eləyib işdəki kompüterinizə ata bilərsiniz. Bunun üçün gəlirik Windows, yenə Customization seçib, Save Layout as edirik və save eləmək istədiyimiz bir yerə, yəni məsələn bir flash kartımızı atırıq. Məsələn, yazıram bura tema 2. Saxlanət eləyirik. Daha sonra onu flash karta atıb aparıb atırıq işdəki kompüterimizə və orada Cinema 4D-ni açıb Windows Customization seçirik. Daha sonra Load Layout seçirik və həmən flash karta atdığımız tema 2 layoutunu seçirik və Open-i vurmaqla həmən layoutumuz düşür Cinema 4D-nin içərisinə. Dostlar, biz istəsək bu paletdəki toolların görünüşünü dəyişə də bilərik. Bunun üçün gəlirik Icon Size-ı seçib, Small Icon vurmaqla bunları balacalaşdırırıq və yaxud da Icon Size-a girib Medium Icon seçməklə orta səviyyədə edə bilərik. Yenidən
bu boşluq hissədə sağı basıb icon size seçib large icon seçməklə geniş formada bura gətirə bilərik. Həmçinin burada da dostlar, gəlirik bu hissəyə, sağı basırıq, icon size-a giririk. Medium icon-u vurmaqla bu orta ölçüdə olur. Yenidən böyütmək istəsək, icon size-ı seçirik, large icon seçirik, böyüyür. Dostlar, gəlin indi də interfeysimizin rəngindən danışaq. Bu boz rəngə fikir versəz dostlar, bir çox proqramlarda interfeysini açanda bu boz rəng bizi qarşılayır. Bu rəng dostlar gözü yormamaq üçündür. Yəni bu ağ rəng olsa və yaxud da qara rəng olsa, bir müddət işləyəndən sonra gözünüz tez ağrıyacaq və yorulacaq. Bunun qarşısını almaq üçün Cinema 4D interfeysini bu rəngdə edib. Əgər bunu dəyişmək istəsək, gəlirik Editə, Preferences seçirik. Buradan baxın 2 dənə rəng verir bizə. Light və Dark. Light'ı seçsək bu formada olur. Yenə tam ağ deyil, yəni boza yaxın bir rəngdir. Və yaxud da əvvəlki vəziyyətinə qaytarmaq istəsək, Editə girib, Preferences seçirik. Buradan Light'ı Dark edirik. X-i basmaqla bağlayırıq. Yəni bu iki rəngdən hansı sizə uyğundursa, onu seçə bilərsiniz. Dostlar, biz bugün artıq Edit Preferences bölməsindən 2 dəfə keçmişik. Bir dəfə Cinema 4D-ni sıfırlamaq üçün, indi isə rəngini dəyişmək üçün. Dostlar, növbəti dərslərdə də lazım olduqca Preferences bölməsinə keçid edəcəyik. Bunu bağlayaq. Dostlar, gəlin indi də səhnəmizdən danışaq. Səhnəmizi tanıyaq. Baxın dostlar, buranın yəni bir sərhədi yoxdur. Bura biz istənilən qədər model əlavə eləyə bilərik. Təbii ki, kompüterimizin gücü çatacaq qədər. Yəni kompüterimiz zəif deyilsə, güclüdürsə, bura istənilən qədər biz obyektlər, 3D modellər import edə bilərik. Dediyim kimi dostlar, yəni bunun bir bitən nöqtəsi, yəni bir sərhədi yoxdur. Gəlin indi biz bura bir neçə obyekt əlavə eləyək. Məsələn, bir dənə kürə əlavə etdim bura. Daha sonra bir dənə kapsula əlavə eləyirəm. Bir dənə də silindr əlavə eləyirəm. Baxın dostlar, biz bunlara hal-hazırda perspektiv görüntüdən baxırıq. Biz indi klaviaturadan F2-ni bassaq, baxın dostlar, oraya əlavə elədiyimiz həmən obyektlərə yuxarıdan baxacağıq. F3-ü bassaq, uzaqlaşım, sağdan baxacağıq. F4-ü bassaq, front. Baxın, burada da göstərir, öndən baxacağıq. F5-i basdıqda isə 4-ünü eyni vaxtda görəcəyik. F1-i basmaqla yenidən perspektivə qayıdacağıq. Baxın dostlar, bir daha deyirəm, F1 perspektiv görüntüsüdür. F2 üstdən görüntüsüdür. F3 sağdan, F4 isə öndən görüntüsüdür. F5-i basmaqla isə biz bunların 4-ünü də eyni vaxtda görə bilirik. Baxın dostlar, burada yuxarıda küncdə bizim səhnəmizlə bağlı 4 dənə köməkçi alətimiz var. Birincini seçməklə, baxın üzərində basıb saxlayıram, buraxmadan mausumu hərəkət etdirirəm. Baxın dostlar, burada biz kameramızı təsəvvür edin ki, bu 4 dənə obyektə siz kamera ilə baxırsınız. Bu bizim kameramızı hərəkət etdirir. Daha sonra ikincisini basıb saxlamaqla mausu buraxmadan hərəkət etdirir. Baxın dostlar, yaxınlaşır və uzaqlaşır. Üçüncünü basmaqla biz kameramızı bu obyektlərin ətrafında hərəkət etdirə bilərik. Baxın bu qaydada. Dördüncünü vurmaqla isə bayaqki həmən F5 knopkasını basmış kimi olur dostlar. Yəni səhnəmizə 4 tərəfdən baxa bilirik. Yenidən üzərinə vursaq, seçili olan pəncərəyə keçir. Yenidən qayıdıram perspektiv görüntümüzə. Dostlar, biz bu düyməni bura vurmadan mausuzdakı fırlanan knopka ilə də edə bilərik. Məsələn, mausumuzda fırlanan knopkanı bir dəfə basmaqla bu hissəyə keçə bilərik. Məsələn, biz bu front görüntüsünə keçmək istəyiriksə, sol knopka ilə bir dəfə üzərinə vururuq və fırlanan knopkanı bir dəfə basmaqla bura keçə bilirik. Yenidən fırlanan knopkanı vururuq. Məsələn, top görüntüsünə keçmək istəyiriksə, sol knopkasını bir dəfə basırıq və fırlanan knopkanı bir dəfə basırıq, bu görüntüyə keçirik. Daha sonra perspektivə keçmək istəyiriksə, mausun sol knopkasını bir dəfə basırıq və fırlanan knopkanı bir dəfə basmaqla bura keçə bilirik. Dediyim kimi dostlar, bunun bir neçə yolu var. İstəsək klaviaturadan F2-ni basmaqla üst görüntüyə, yəni top
F3-ü basmaqla right sağ görünüşünə, F4-ü basmaqla front öndən olan görünüşünə, F5-i basmaqla yəni 4-ünü də bir arada görə bilərik. Və yaxud da buradan bunu basmaqla istənilən bir səhnəmizə keçid edə bilərik. Yenə dostlar, bunların heç birini etmək istəmiriksə, mausun fırlanan knopkasını bir dəfə basırıq, yenə bu görüntü gəlir və istədiyimiz bir görüntünü seçib yenidən basmaqla həmən görüntüyə keçə bilərik. Dostlar, gördüyünüz kimi kameralar arasındakı keçidləri müxtəlif yollarla edə bilərik. Mənim üçün ən rahatı F1, F2, F3, F4, F5-i basmaqla olan keçidlərdir. Yenə sizə rahat uyğun olan hansıdırsa o yolla keçidlər edə bilərsiniz. Bundan başqa dostlar, buradan da biz görüntümüzü dəyişə bilərik. Məsələn, indi hal-hazırda perspektiv görüntüdədir. Kameraya girib buradan məsələn right-ı seçə bilərik və yaxud da kameraya girib topu seçə bilərik. Yəni üstdən bunların görünüşünə baxa bilərik. Həmçinin left-i seçib sol tərəfdən olan görüntüsünü görə bilərik və yaxud da kameraya gəlib perspektivi seçib əvvəlki vəziyyətinə qayıda bilərik. Dostlar, biz səhnəmizdə daha rahat hərəkət etmək üçün altı basıb saxlamaqla, mausun sol knopkasını basmaqla bu cür hərəkət edə bilərik. Biz bunu buradan da edə bilirdik. Əgər buradan etmək istəmiriksə, altı basıb saxlayırıq, mausun sol knopkasını basırıq və istənilən tərəfə döndərə bilirik. Baxın dostlar, burada mən altı basıb saxlayıb boşluqda mausun sol knopkası ilə dönəndə belə biraz uzaqdan dönür, amma obyekti seçib onun üzərində mausun sol knopkası ilə hərəkət edəndə tam həmən obyektin ətrafında dönür. Daha sonra dostlar, altı basıb saxlayıb mausun sağ knopkası ilə bu cür yaxınlaşıb uzaqlaşa bilərik. Altı basıb saxlayıb mausun fırlanan knopkasını basmaqla isə bu cür kameramızı hərəkət etdirə bilərik. Baxın, bir də deyirəm dostlar, altı basıb saxlayıb mausun sol knopkasını basmaqla biz həmən obyektimizin ətrafında hərəkət edə bilərik. Yenidən altı basıb saxlayıb mausun orta knopkasını basmaqla biz kameramızı sağa, sola hərəkət etdirə bilərik. Yenidən altı basıb saxlayıb mausun sağ knopkasını basmaqla isə bu cür yaxınlaşıb uzaqlaşa bilərik. Dostlar, gəlin indi bu timeline bölməsinə, yəni animasiya verəcəyimiz hissəyə baxaq. Bunları seçib silirəm. Səhnədə bir dənə kürəni saxlayıram. Segmentin biraz çoxaltıram və gətirirəm bu hissəyə. Baxın dostlar, indi biz 0-cı saniyədəyik. Bura bir dənə keyframe veririk. Daha sonra bunu gətirirəm 30-cu frame-ə, bunu çəkirəm bu hissəyə və yenidən bir dənə keyframe verirəm. Daha sonra bunu gətirirəm 60-cı frame-ə və bunu hərəkət etdirirəm bu hissəyə. Bura yenə bir dənə keyframe əlavə edirəm. Daha sonra bunu gətirirəm 90-cı frame-ə və gətirirəm bu hissəyə. Yenidən bura bir dənə keyframe əlavə edirəm. Gəlin indi play vuraq, baxaq dostlar. Baxın dostlar, indi bizim kürəmiz hərəkət edir. 30-cu frame-də burada, 60-cı frame-də burada, 90-cı frame-də burada olur və yenidən keçir bura. Animasiyamız təkrarlanır. Dostlar, biz bunu keyframe vermədən avtomatik formada da edə bilərik. Məsələn, bunu açırıq. Gətiririk 20-ci frame-ə, kürəmizi çəkirik bura. Daha sonra gətiririk 40-cı frame-ə, kürəmizi çəkirik bura. Daha sonra çəkirik 60-cı frame-ə, kürəmizi çəkirik bura. Daha sonra gətiririk 80-ci frame-ə, kürəmizi çəkirik bura və hərəkət etdiririk. Baxın dostlar. Dostlar, biz bunları modelləməni də, animasiyanı da tam ətraflı formada keçəcəyik. Bu ilk dərsimizdir sizinlə. İnterfeyslə tanış oluruq və bunların nə işə yaradığını göstərmək üçün və sizdə bu proqrama maraq yaratmaq üçün bu kiçik animasiyanı göstərdim. Dostlar, gəlin indi də bu atribut pəncərəsindən, yəni buraya əlavə elədiyimiz hər hansısa bir obyektin özəlliklərinə baxaq. Bunu silirəm. Auto-keyingi buradan söndürürəm və bura hər hansısa bir obyekt, deyək ki, kubu əlavə edirəm. Baxın dostlar, bir dəfə bunun üzərinə vurdum və buna yaxınlaşdım. Biz indi kubu seçmişik və kubun özəllikləri burada çıxıb.
Basic, Coordinate, Object və Func. Dostlar, burada name, yəni ad yazılan hissədə biz buradakı modelimizin adını dəyişə bilərik. Məsələn, bura kub yazılıb ingilis hərflərlə. Mən deyək ki, latin hərfləri ilə bura yazıram kub. Biz istəsək bunu buradan da edə bilərik. 2 dəfə üzərinə vururuq, istənilən bir sözü yaza bilirik. Məsələn, yazıram kubik. Baxın dostlar, həmin ad burada düşdü. Daha sonra burada gəlir layer hissəsi. Mən bunu materialları keçəndə daha ətraflı izah edəcəm. Baxın dostlar, burada gəlir Visible in Editor. Bunu özü default olur. Off eləsək, buradakı bizim modelimiz görünməyəcək. On eləsək, görünəcək. Daha sonra gəlir Visible in Render. Biz bunu dostlar off eləsək, burada görünəcək, amma renderi bassaq, bizim modelimiz görünməyəcək. Daha sonra qaytarıram əvvəlki vəziyyətini 10 eləyirəm. Burada da görünür, renderdə də görünür. Daha sonra gəlir Display Color. Burada bunu 10 eləyib, hər hansısa bir rəngi seçsək, OK eləsək, həmən rəngdə olacaq. Dostlar, bu bizim materiallarla verəcəyimiz rəng deyil. Yəni, bunu qarışdırmayın. Daha sonra gəlir Enable. Bunu söndürüb yandıranda buradakı modelimiz yoxa çıxır və geri qayıdır. Daha sonra gəlir X-Ray. Bu nədir dostlar? Bunun arxasında bir model varsa, gəlin bura bir dənə model əlavə eləyim. Baxın dostlar, tam bunun mərkəzində bir dənə kürə var. X-Ray sönülü olan halda bu görünmür. X-Ray açıq olanda bunun arxasındakı və ya içərisindəki modeli də göstərir. Bu yalnızca burada, yəni belə göstərir. Bunu render eləyəndə baxın o formada görünməyəcək. Yəni içərisindəki kürə görünməyəcək. Daha sonra gəlir koordinat pəncərəsi. Burada dostlar biz bunun koordinatlarını dəyişə bilərik. Məsələn, indi hal-hazırda 0 koordinatındadır. Məsələn, bunu 100 sm o tərəfə çəkə bilərik. Baxın, kub 100 sm getdi o tərəfə. Belə döndərin, baxın. Məsələn, X istiqamətində 300 sm çəkirəm bunu. Baxın dostlar, 300 sm buradan gəldi bu tərəfə. Buradan size-ını, yəni bunun ölçüsünü, buradan isə rotation, yəni fırlanma dərəcəsini dəyişə bilərik. Baxın, məsələn, mən bunu edirəm 45, enteri basıram. Bu kub 45 dərəcə fırlanır. Dostlar, daha sonra object pəncərəsi gəlir. Bura biz keçid eləsək, baxın, buradan bizim kubumuzun ölçülərini, buradan isə segmentlərini artıra bilərik. Məsələn, kubumuzun X ölçüsünü 200-dən gətirirəm 826 ölçüsünə. Baxın dostlar, kubumuz X istiqamətində böyüdü. Və yaxud da Y istiqamətində bunu bu qədər böyüdürəm. Məsələn, 530, Z istiqamətində isə deyək ki, 200 eləyirəm 400. Baxın dostlar, bu formada bizim kubumuzun ölçülərini buradan dəyişə bilərik. Buradan isə biz bunun segmentlərini artıra bilərik. Məsələn, bunu segmentlərin görünməsi üçün displeydən bunu seçirik. Baxın dostlar, indi bizim kubumuzun üzlərini bir-birinə bitişdirən xəttlər görünür. Məsələn, biz indi X istiqamətində segmenti 1 yox 10 eləsək, baxın dostlar, bu 10 hissəyə bölündü. Və yaxud da biz bunun Y üzünü 5 eləsək, baxın dostlar, burada 5 hissəyə bölünəcək. Z düzünü isə 1 yox 3 eləyib enteri bassaq, baxın dostlar, bu hissədə 3 hissəyə bölündü. Basic-ə qayıdıb X-Ray söndürürəm. Belə daha yaxşı görünəcək. Baxın dostlar, biz kubumuzun hər tərəfinə segmentlər əlavə etdik. Daha sonra burada filleti biz açsaq, bunun künclərini yumşalda bilərik. Məsələn, 3-ü 10 eləyirəm, enteri basıram. Daha sonra buradan əvvəlki vəziyyətinə qaytarım, baxaq. Baxın dostlar, bunun küncləri yumşaldı. Əslində bunları biz modelləmə dərslərində daha ətraflı keçəcəyik. Dediyim kimi dostlar, bunları silirəm. Baxın dostlar, biz bura nə əlavə eləsək, məsələn, işıq əlavə eləyirəm. İşığın bütün özəllikləri gəlir bura düşür. Və yaxud da işığı silirəm. Bura hər hansısa bir kamera əlavə eləyirəm. Kameranın bütün özəllikləri gəlir bura düşür. Bu kamera və işıq bugünün dərsi deyil, sadəcə bu atribut pəncərəsini, yəni bu seçilən, bura əlavə olunan modelin özəlliklərini göstərirdim.
Bugünkü dərsimiz bu qədər dostlar. Dərsim sizə faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslə bağlı nə sualınız olsa şərhlərdə qeyd eləyin, mümkün qədər tez bir zamanda cavablandıracağam. Sağ olun, gələn dərslərdə görüşərik.